Salam əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, əziz abituriyentlər. Bu günləri DİM-in 20 sınaq test kitabçasının 13-cü sınağının suallarını izahını verəcəm sizə. Təbii ki, bu 20 sınaq test kitabçası 3-cü qruplar üzrə nəşr olunmuş kitabçadır. Həmin kitabçanın 13-cü sınağın izahına baxacağıq. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə sınaq izahlarının, dərs izahlarının videoların davamını istəyirsinizsə, kanalıma abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Keçək sualların izahına. Sual 1. Sualımız belədir. 16-cı əsrin əvvəllərində Hindistan və Almaniya tarixi üçün oxşarlıq təşkil edir. 16-cı əsrin əvvəllərində Hindistanda Dehli Sultanlığı hakimiyyətdə idi. Amma həmin dövr Dehli Sultanlığın dağılma dövrü olduğu üçün ölkə parçalanmış vəziyyətdə idi, dağınıq vəziyyətdə idi, vahidlik pozulmuşdu. Almaniyada da həmçinin 16-cı əsrdə vahidlik yox idi, vahid dövlət anlayışı yox idi, dağınıqlıq idi. Demək, cavab burada olacaq vahid dövlətin olmaması. Yəni A variantı. Sual 2. Birinci Dünya müharibəsi illərində Osmanlı qoşunlarının Cənubi Azərbaycandan çıxarılma səbəbini qeyd eləyin. Nədir səbəb? Əziz və dəyərli izləyicilərim, demək 1914-cü ilin dekabrı, 15-ci ilin yanvarında Osmanlılar ilə Ruslar arasında məşhur döyüşlərdən biri olan Sarıqamış döyüşü baş verir. Sarıqamış döyüşündə Ruslar qalib gəlirlər, Osmanlılar məğlub olurlar. Bu döyüş nəticəsində Osmanlılar Cənubi Azərbaycanı tərk edirlər və Azərbaycanın cənubuna Təbrizə Rus qoşunları daxil olurlar. Bu döyüşdə Osmanlıların məğlub olma səbəbləri təminat məsələsi idi, bir də qış məsələsi idi. Qışın olması, qüvvələrin nisbətən Rusiyanın xeyrinə olması Osmanlıların məğlub olmasına səbəb oldu. Sual 3. Qarabağ, Qaradağ və Naxçıvan xanlıqlarının iştirakçısı olmuşdur. Əziz və dəyərli izləyicilərim, 1752-ci ildə Qızılqaya xəyanəti keçirildi. Bu xəyanəti 2-ci Irakli təşkil eləmişdi. Orada Qarabağ, Qaradağ, Naxçıvan xanlıqları var idi. 1763-cü ildə, nədənsə 1800 deyirəm, bu günlər o qədər dərslərdə 19-cu əsrdən sual cavab eləmişik ki, artıq dilimdə 1800 qalıb. 1752-ci ildə Qızılqaya xəyanətində, 2-ci Iraklinin təşkil etdiyi Qızılqaya xəyanətində Qarabağ, Qaradağ, Naxçıvan xanlıqları var idi. 1763-cü ildə Kərim xan Zəndin təşkil etdiyi Şiraz qonaqlığında, dırnaqarası Şiraz qonaqlığında yenə Qarabağ xanlığı, Qaradağ xanlığı, Naxçıvan xanlıqları iştirak eləyirdi. Demək, cavab olacaq burada 3-4, yəni C variantı. Keçək növbəti sualın izahına. 4-cü sual. Sual belədir. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Biraz ekranı kiçildək və sualın tam görək. Demək, əziz və dəyərli izləyicilərim, kəndlilərin təhkimçi asılılığının rəsmiləşdirilməsi. Kəndlilərin təhkimçi asılılığının rəsmiləşdirilməsi Nadir Şahda belə şey yoxdur. Rusiyada da 1649-cu ildə bu rəsmiləşmə baş verdi. Onlar da Pyotrun və 2-ci Yekaterinanın məclis qanunnaməsi ilə. Pyotrun Yekaterinanın dövrünə düşmürdü o. Aleksey Mixaylovun dövrünə düşür. A variantını buradan silib çıxardırıq. A variantı getdi. İkinci məsələ, zadəganlar haqqında fərman verən təbii ki, hamının bildiyi kimi Yekaterinadır. Zadəganlar 2-ci Yekaterinanın dövrünü özlərinin qızıl əsri adlandırırlar. Osmanlı dövlətinə sülh bağlanması. Osmanlı ilə üçü də sülh imzalayıblar. C ortaya gedir. Pyotrun demək ki, Prut sülhünü imzalayıb. Yekaterina kiçik qaynaqca Yassı müqaviləsini imzalayıb. Nadirin də Osmanlı ilə sülhü var. D variantı. Rəiyyəti hərbi qulluğa çağıran Nadir idi. Yəni, buraya yazırıq. Baltik dənizə çıxmaq uğrunda İsveçlə müharibə aparan da Pyotr idi. Demək, cavabımız necə oldu burada? 1D, 2E, 3B, 4C. 1D, 2E, 3B, 4C. Yəni, cavab olacaq burada Y variantı. Keçək digər sualın izahına. 5-ci sual. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Osmanlı dövlətinin tənəzzülünün daxili səbəbləri. Avropadakı sürətli inkişaf bu xarici səbəbdir. Təhlükəsizlik təminat üçün kəndlərin şəhərə köçməsi bu var idi. İqtisadiyyatın zəifləməsi bu da var idi.
Ordu quruculuğunda olan nöqsanlar bu da var idi. Köprülü Mehmet Paşanın islahatlarının uğursuz olması bu səhvdir. Çünki Köprülü Mehmet Paşanın islahatları uğursuz olmasından qabaq ölkənin tənəzzülü başlamışdı. Yəni Köprülü Mehmet Paşa da bu tənəzzülün qarşısını almaq üçün islahat keçirmişdi. Cavab olacaq burada 2, 3, 4. Yəni B variantı. 6-cı sual. Şah İsmailə aiddir. Rahat sualdır bu. Mərv döyüşü 1510-cu Şah İsmailin dövründədir. Çaldıran döyüşü Şah İsmailin dövründədir. 1514. Şəki hakimliyində Şah İsmail tabe eləyib. Çox şah bunu görən kimi təhmasib edilir. Amma bir daha da burada vurğulayıram siz üçün. Əziz və dəyərli izləyicilərim, Şirvanşahları və Şəki hakimliyinin süqutu oradan düzdür, təhmasibdir. Amma İsmailin dövründə də Şirvanşahlar dövləti və Şəki hakimliyi Səfəvi dövlətindən asılığı qəbul etmişdilər. Bunu yadda saxlayın. 4-cü fikir, Cabana döyüşü baş verəndə İsmail Ələ şeyx idi, Ərdəbil hakimi idi. Amasya sülhündəki təhmasib imzalayıb. Cavab oldu burada 1-2-3, yəni A variantı. 7-ci sual, maraqlı sualdır. Cənubi Azərbaycan verib. Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri özə buraların fəaliyyət dövrlərinə aid məlumatlar burada qeyd olunub. Şeyx Məhəmməd Xiyabani Azərbaycan adının Azərbaycan dəyişməsi düzdür, aiddir. Cənubi Azərbaycana muxtariyyət verilməsini tələb edirdi, müstəqillik yox. Məşrutənin də rəhbəri deyildi, məşrutənin rəhbəri olub Səttarxan Bağırxan. Seyid Cəfər Pişəvər ilk dəfə əncümənlərə Cənubi Azərbaycanda 1906-cı ildə seçkilər keçirilib. Seyid Cəfər Pişəvəri 1941, 1946-cı illər Demokratik Hərəkatın rəhbəridir. Aid deyil ona. Babil Hərəkatına rəhbərlik etməsi heç aid deyil. Təbriz Universiteti 1946-cı ilin iyununda açır. 1A, 2C, yəni cavab oldu burada B variantı. 8-ci sual. Maraqlı sualdır. Uyğunluğu müəyyən edin. Xəritədə ölkələr verib. Bu ölkələrə aid cavabları biz burada nə edəcəyik? Tapacağıq. 1. İtaliyadır. Bunu hamı tanıyır. 2. Xəritədə göstərək. 1. İtaliyadır. 2. İngiltərədir. 4. Fransadır. 5. Rusiyadır. 3. Türkiyədir. Türkiyədir, bəli. 2-4, yəni İngiltərə ilə Fransa yazıb ki, 18-ci əsrin ortalarında müstəmləkələr uğrunda bir-birinə müharibə apardılar. Bəli. 18-19-cu əsrlərdə İngiltərə ilə Fransanın müstəmləkələr uğrunda rəqabəti var. Bir doğru fikirdir. 1-3-4, yəni 1 İtaliya, 3 Osmanlı, 4 Fransa. Yazır ki, Üçlər İttifaqının üzvləri idi, səhvdir. Üçlər İttifaqının üzvləri Almaniya, Avstriya, Macarıstan və İtaliya idi. 2-4-5, yəni 2 İngiltərə, 4 Fransa, 5 Rusiya. Yazır ki, Antanta İttifaqının üzvləri olmuşlar. Bu düzdür. 3 də düzdür. Cavab oldu avtomatik olaraq 1-3, yəni A variantı. 4-cü fikrə baxaq. 1-4 yazıb. Yəni İtaliya ilə Fransa Trablis müharibəsi olmayıb. Trablis müharibəsi Osmanlı ilə əslində 1-3 olmalı idi. Osmanlı ilə İtaliya arasındaydı. 4 səhvdir. 5-3-5 Somma döyüşü. Somma döyüşü 3-5 Somma döyüşündə ümumiyyətlə 3, yəni Türkiyə iştirak eləməyib. 5 də səhvdir burada. Cavab oldu 1-3, yəni A variantı. Sual 9. Teymurilər dövlətinə aid deyil. Dəyərli izləyicilərim, Sərbədarlar üsyanı baş verəndə Teymurlər yaranmamışdı. Teymurlər dövləti yox idi. Əmir Teymur var idi, amma dövlət yox idi. Sərbədarlar üsyanı 1365-66-dır. Teymurilər dövləti 1370-də yaranıb. Getdi 1. Xorasan uğrunda Səfəvilərlə, Teymurlərin Səfəvilərlə mübarizəsi yoxdur. 2 də getdi. A, yox, burada deyili soruşur bizdən. Demək, səhv cavabları mən 1-2-ni vurmuşamsa, demək, burada aid deyil, 1-2-dir, yəni A variantıdır. Teymurilər dövlətinə 1-2-ci variantlar aid deyil. Burada bunu doğru variant kimi qeyd eləyək. Cavab oldu 1-2, yəni A variantı. 10-cu sual. Fransanın 1944-cü il tarixinə aiddir. Atlantika xaritəsi imzalanması 41-dir. Bu getdi. Charles de Gaulle'un rəhbərliyi olduğu müvəqqəti hökumət yaradılması, bəli, Fransada müvəqqəti hökumət dövrü 1944-46-dır, 44-də yaradılıb. Ölkə ərazisinin Almanlar tərəfindən işğalının bitirilməsi 40-dadır. Əslində 44-cü ildə ölkə Almanlardan təmizlənir. 3 səhvdir. Ərazisində ikinci cəbhə, bəli, 1944-cü ilin iyun ayında Normandiya, Şimali Fransada açılır. 2-4 cavab oldu 2-4, yəni C variantı. 11-ci sual. Xronoloji ardıcılığı müəyyən edirik. Aqoyan kilsəməsi nə vaxtdır? 488. Biraz mənim yazım burada pis oldu.
1488-ci il. Mehranlər Rusiyasının hakimiyyətə gəlməsinə vaxtı 630-cu il. Xosrovun islahatları da Xosrov hakimiyyətdə olub 531-dən 579-a kimi, yəni 6-cı əsrdə. Demək, cavab olacaq burada birinci 1 gələcək, sonra 3, sonra da 2, 1, 3, 2, yəni C variantı. 12-ci sual. Şirvanşahlar dövləti Salarilərdən fərqli olaraq Salarilər 941-dən 981-ə kimi mövcud olan dövlətdir. Şirvanşahlar isə biz bilirik feodalizmdə yaranıb, erkən feodalizmdə, son feodalizmdə dağılan Azərbaycan dövlətidir. Yəni 861-dən 1538-ə kimi. Salarilərdən fərqli olaraq Şirvanşahlar Səlcuqlara tabe olub. Səlcuq hücumları dövründə Salarilər dövləti yox idi. Səlcuqlara tabe olan 3 dənə dövlətimiz var. 1054-də Rəvvadi Şəddadi, 1066-da Şirvanşahlar. Cavab oldu burada C variantı. 13-cü sual rahat sualdır. Deyir, uyğunluq pozulmuşdur. Xudafərin Cəbraildadır, bu düzdür. Gülüstan Qaz Şamaxıdadır, bu da düzdür. Qoşa Minara 12-ci əsr Naxçıvan düzdür. Ağoğlan məbədi 2-10 əsrlər Laçın düzdür. Gülüstan türbəsi Naxçıvanda yerləşir, Təbrizdə yox. Cavab oldu B variantı. 14-cü sual. Əbu Tahir 1-ci Axistan və 1-ci Təhmasib üçün oxşayacaqlar. Ağlıma gələn ilk variantı görək varmı burada? Bəli, var. Hər 3 hökmdar ölkənin paytaxtını dəyişiblər. Əbu Tahir 918-də Şirvanşahların paytaxtını Şamaxıya köçürdüb. 1-ci Axistan 1192-ci ildə paytaxtı Bakıya köçürdüb. 1-ci Təhmasib də ki, Səfəvilərin paytaxtını 1555-ci ildə hara köçürdüb? Qəzvin şəhərinə köçürdüb Təbrizdən. Baxaq indi 15-ci suala. 2-ci Qarabağ müharibəsi dövründə Cəbrayılın azad edilməsi ilə Cəbrayılın azad edilməsinin 2 dənə mühüm nəticəsi var. 1. Hadruta yol açılır Cəbrayılın azad edilməsinə. 2. Azərbaycan-İran sərhədinin böyük hissəsinə nəzarət bərpa edilir. Cavab oldu 1-2 variant. Əgər desək ki, Azərbaycan-İran sərhədinə tamamilə nəzarət Azərbaycanın əlinə keçdi, bu Ağbənd qəsəbəsi iləndir. 2020-ci ilin oktyabr ayının 22 Ağbəndin geri qaytarılması iləndir. Bir hissəsinə desə, Cəbrayılı ödələmə olur onu. Daha əvvəl baş vermişdir. Biz bilirik ki, əziz və dəyərli izləyicilər, Şəkinçilik erkən Tuncdadır. İnsanların oturaq həyata keçməsi neolitdir. İlk əkinçilik vərdişləri mezolitdir. Siklobik tikililər son Tuncdur. İlk şəhər mərkəzləri orta Tuncdur. Burada daha əvvəl olan mezolit dövründə olandır. Yəni ilk əkinçilik vərdişlərinin yaranması. Cavab oldu C variantı. 17-ci sual. Uyğunluğu müəyyən eləyin. 19-cu əsrin 70-ci illəri Şimali Azərbaycanın mədəni həyatı və sosial-iqtisadi həyatı. Yəni 1870-lər. Avropa tipli ilk dünyəvi məktəb 1830-da yaranıb. Şuşa Qəza məktəbi 70-ci illər deyil. Milli Demokratik Mətbuatın, bəli, 1875 əkinçinin əsasının qoyulması mədəni tədbirdir. İlk teatr binası 83-də tikilib. Teatrın yaranması desəydi aid olardı. İlk teatrın yaranması Azərbaycanda 1873-dür. Teatr binası isə 1883-də aid deyil. Sosial-iqtisadi yeniliklər. Nobel qardaşlar şirkətinin fəaliyyətə başlaması 1879-dur, bu aiddir. Qori müəllimlər səminəsi əslində 1876-dır, amma mədəni tədbirdir, sosial-iqtisadi tədbir deyil. Azərbaycan şöbəsi də 79-da açılıb. Amma mədəni tədbirdir, getmir sosial-iqtisadiyə. Neft sənayesində iltisamın ləğvi 1872-dir, bu aiddir. 1B, 2AC. Cavab oldu D variantı. 18-ci sual. Manna və İskit ağalığının mövcud olduğu, Midiyada İskit ağalığının mövcud olduğu illərdə Manna dövləti. Midiyada İskit ağalığı əziz və dəyərli izləyicilərin mövcud olub 653-cü ildən 625-ə kimi, yəni 28 il mövcud olub. Təbii ki, eradan əvvəl də yazmadım, eradan əvvəl olduğunu bilirsiniz. Həmin illərdə Manada nə oldu? Assuriya ilə ittifaq bərpa olundu. Demək, 650-ci ildə Manada hakimiyyətə Ualli gəlir, atası Ahşerdən sonra. Ualli atasının xarici siyasətdə etdiyi işi dəyişir. Yəni, Assuriya ilə münasibətləri Ahşeri pozmuşdu. Oğlu Ualli isə Assuriya ilə ittifaqı bərpa edir. Cavab oldu burada B variantı. 19-cu sual. Xəritə sxeməyə əsasən Saci, Salari və Sacilər, Rəvvadilər və Şəddadilərin paytaxtını müəyyən eləyək. Sacilərin paytaxtı olub Ərdəbil şəhəri. Bu Saciyə gedir. Ərdəbil 4-dür, bu Sacidir. Rəvvadilərin paytaxtı olub Təbriz şəhəri. Təbriz 2-dir, Rəvvadilərin paytaxtı. Şəddadilərin də paytaxtı olub Gəncə, Gəncə də 3-dür. Demək, cavab necə olacaq?
Sacilər deyirsə birinci cavab 4 götürəcək. İkinci rəvvadilərdir. Rəvvadilərdə cavab 2 götürəcək. Üçüncü şəddadilərdir. Şəddadilərdə cavab 3. Cavab oldu 4, 2, 3. Yəni A variantı. Sual 20. Hadisə nəticə əlaqələrin doğru olduğu cavabı müəyyən eləyək. Deyir, Monqolların Azərbaycana birinci yürüşü Gəncə şəhərinin ələ keçirilməsi səhvdir. Monqolların birinci yürüşünə Gəncə xərac verib dağıntıdan xilas oldu. Muğanın xaricimşahlar tərəfindən tutulması ilə Atabəylər süqut eləməyib. Atabəylər Təbrizin tutulması ilə süqut eləyib. B də səhvdir. İkinci Axsanın Monqollardan aşağı düşməsi Kəsranlar sülaləsinin hakimiyyətindən sonra qalması səhvdir. İkinci Axsan Hülaçlardan aşağı düşür 1258-də, amma Kəsranlar 1382-də hakimiyyətdən gediblər. Xaricimşah cəmiyyətinin Azərbaycana yürüşü Təbriz sənətkarların Qaraquruma. Cəmiyyətin niyə Qaraquruma aparsın ki? Qaraqurum Monqolların paytaxtıdır. Cəmiyyətin də Monqollarla düşmən idi. Aparsaydı, əgər öz istədiyi, öz dövlətinin olduğu yerə aparardı. E variantına baxaq. Dərbənd Monqollar tərəfindən tutulması 1239-dur. Cənubi Qafqazın ali Monqol xalqına tabe edilməsi cavab budur. 1239-cu ildə Dərbənd tutulur və Azərbaycanın işğalı bitir və Azərbaycanda Monqol xaqanlığı dövrü başlayır. Və Azərbaycan Monqol xaqanlığına daxil olur. Cavab oldu Y variantı. 21-ci sual. Məntiqi ardıcıllığı müəyyən edin. Baxaq, indi yazır ki, burada İngiltərə kralının özünü papanın vassalı elan etməsi təqribən bu 13-cü əsrin əvvəlləridir. İngiltərə kralı özünü papanın vassalı eləyən kimi əhali ona qarşı üsyan qaldırır. Ondan sonra o da məcbur qalır Böyük Azadlılar xəritəsini imzalayır. Cavab oldu burada B variantı. Rahat sual idi bu. 22-ci sual. 10-cu əsr Bizans, 16-cı əsr Osmanlı tarixinə aid ümumi cəhət. Çox maraqlı sualdır. Kiprin birləşdirilməsi. 10-cu əsrdə Bizans Abbasilərin zəifləməsindən və Bulqar dövlətinin zəifləməsindən istifadə edib Kipr, Krit, Suriya və Mesopotamiyanın bir hissəsini ələ keçirir. Kiprlər keçirib də, yəni 10-cu əsrdə. 16-cı əsrdə Sultan II Səlim 1569-cu ildə demək Portuqallara məğlub edir. Dəqiqliyi verilmir orada, amma Kipri də fəth edib, Kipri də Osmanlıya birləşdirib. Demək, cavab oldu Kiprin birləşdirilməsi. D variantı. 23-cü sual. Vestfaliya sülhünün nəticələrinə aiddir. Almaniyada siyasi dağınıqlıq rəsmiləşdi. Bir aiddir. Dənizlilərdə hökmranlıq İngiltərəyə keçib Lanmaş döyüşü ilə 2 getdi. 2 səhv cavabdır. Qərbi Avropada üstünlük Fransadan İspaniya yox, İspaniyadan Fransaya keçib. 3 də səhv cavabdır. Kilsənin gücü məhdudlaşdırıldı. 4 düzdür. Avropada baş verən dini müharibələr sona çatdı. 5 də düzdür. Cavab oldu burada 1, 4 və 5. 24-cü sual. Heydər Əliyevin ikinci prezidentlik dövründən fərqli olaraq İlham Əliyevin birinci prezidentlik dövründə. Heydər Əliyevin ikinci prezidentlik dövrü 1998-2003-dür. İlham Əliyevin birinci prezidentlik dövrü 2003-2008-ci illərdir. Ölkə qazının dünya bazarına çıxarılması üçün işlərin görülməsi ikisinə də aiddir bu dönəmdə. Bunu biz cavab kimi götürmürük. Bizdən İlham Əliyevin cənab prezidentin hakimiyyət illərini soruşur. Sırf ona aid hadisə soruşur. Dövlət neft fondunu təsis edən Ulu Öndər Heydər Əliyevdir. Bu bizdən cənab prezident İlham Əliyevi soruşur. Bu da səhvdir. Dünya Azərbaycanlıların qurultayı Ulu Öndərin dövründə də olub 2001-ci ildə. Cənab prezidentin dövründə də olub 2006-cı ildə. Bu da oxşar cavabdır. Bunda çıxırıq. Çadır şəhərciklərinin ləğvi 2007-dir, bu aiddir. Təbrizdə konsulluğun açılması 2004-dür, bu da aiddir. Cavab oldu burada 4 və 5. Bunlar cənab prezident Müzəffər Ali Başkomandan İlham Əliyevə aiddir. 25-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrünə aiddir. Əziz və dəyərli izləyicilərim, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü 1918-ci ilin 19 iyunundan 17 sentyabrına kimi olub. Göyçay döyüşü olub 27 iyundan 1 iyula qədər bu aiddir. Batum müqaviləsi Tiflisdə olanda imzalanıb. Məktəblərin milliləşdirilməsi, bəli, bu da aiddir 1918-28 avqust tarixində. Neft sənayesi də AXC-də milliləşdirilir. AXC-də milliləşdirilən bir dənə bir şey var, o da məktəblərdir. 26-cı sual. Xronoloji ardıcılığı müəyyən eləyək. Ağun dövlətinin yaranması nə vaxtdır? 4-cü əsr. Uyğurun süqutu nə vaxtdır? 842-ci il. 842. Frankların Pati döyüşündə ərəblərin məğlub etməsi 732.
Qəznəlilərin Hindistana yürüşündəki 1002-1026-cı illər, 11-ci əsr. Cavab necə olacaq burada? 1 olacaq, sonra 3 olacaq, sonra 2 olacaq, sonra da 4 olacaq. 1, 3, 2, 4. 1, 3, 2, 4. 27-ci sual. Sin sülaləsi, Xan sülaləsi, Maryası. Əhəmənilər bunların heç birinin dövründə olmayıb. Əhəmənilər 330-cu ildə süquta uğrayıb. Heç bir sülalənin dövrünə aid deyil. A getdi. Eradan əvvəl 1-ci əsrdə hakimiyyətdə olan Xan sülaləsidir. Eradan əvvəl 206-dan bizim eranın 3-cü əsrinə kimi. Demək, 1-ci əsrdə hakimiyyətdə olan Xan sülaləsidir. Pinçən müqaviləsini imzalayanda Xan sülaləsidir. Onlara qarşı müdafiə səddləri tikən Sin sülaləsidir. D variantını buraya yazırıq. Yunan Makedoniyalıları məğlub eləyən də ki, Maurya sülaləsidir. 1D, 2BC, 3E variantı. Və nəhayət, indi situasiyaya baxırıq. Əziz və dəyərli izləyicilər, situasiyanı oxuyandan sonra görəcəksiniz ki, burada oranlı Wilhelm və hüquqlar haqqında Billdən danışır. Sənədin adı olan hüquqlar haqqında Billdir. Məmmədə bəhs olan hadisələrin İncil tarixinin necə adlandığı və Məmmədə mətndə adı buraxmış sənədə. Məmmədə bəhs olan hadisə Şanlı İnqilabdır 1688. Mətndə adı buraxılmış sənəd isə hüquqlar haqqında Billdir. 29-cu sual. Haqqında bəhs olunan sənədin mahiyyətini əks etdirən və Məmmədə göstərilmə iki cavabı qeyd edin. Hüquqlar haqqında Billə əsasən İngiltərədə hüquqi dövlətin əsası qoyuldu. 1. 2. İngiltərə parlamentli monarxiyaya çevrildi. Dünya tarixində ilk dəfə olaraq. 3. Kralın qanunlara veto qoyma hüququ qadağan edildi. 4. Kral parlamentin icazəsi ilə ordudan istifadə edə bilərdi. İcazəsi olmasaydı istifadə edə bilməzdi. 5. Hökumət parlament qarşısında məsuliyyət daşıyırdı və parlament ölkəni idarə edirdi, hökuməti idarə edirdi. Bütün qərarlar, qanunlar kralın imzasından sonra qüvvəyə minirdi. Bu cavabları yazmaq olar. 30-cu sual. Məmmədə bəhs olunan hadisənin iki nəticəsini qeyd edin. Bu hadisə nəticəsində nə baş verdi? İnqilab nəticəsində İngiltərədə Stuartlar sülalası devrildi. Mütləq monarxiya zəiflədi. Kapitalizm inkişaf etdi. Bundan hakimiyyət burjuaziyanın əlinə keçdi. Bu cavabları yazmaq olar. Əziz və dəyərli izləyicilərim, izah bu qədər. İnanıram ki, bu izahlar sizin üçün faydalı olacaq. Diqqətinizə görə minnətdaram. Çox sağ olun.